جریان نفوذ شبهه خطرناک دی بین جامعemizdə. بهترین آفت جامعemiz şəkkidir və gərək muraqib olaq şübəhات şəkkə təbdil olmayala ki əgər şübəhات təbdil به şəkk olsala mütməin olaq ki şəkki də təbdil به kufr eləyəcəklər. امثال زبیر جنگ جملdə beyn yaran İmam Ali icad şübhə elədilər və o şübhə təbdil oldu şəkk در صفینə və جنگ نهروanda kufra çəkildi. Hazret Amir o cəmi məhduruddən elam elədi. Büyün نمونه شک و شبهه در بیانیه 12 ماده سید صادق شیرازی مشهوده که bu بیانیه سید صادق شیرازی علنا امر به توهین به مقدسات اهل سنت eləyir və firqe şirazi və təşəyyü lندنی batildir və gərək biz bu firqədən miyat olaq və qoymayaq həyatımıza rixnə eləyək.